Dördüncü suala baxırıq. Deyir, mətnə əsasən cədvəldəki uyğun fikirləri seçin. Uyğun fikirləri. Doğrudur, yanlışdır və ehtimaldır. Mətni danışan şəxsin subyektiv düşüncələrinə yer verilib. Bəli, giriş hissədə də, nəticə hissədə də biz bunu görürük. 1. Doğrudur. Hər zaman bilirsiniz ki, test izahımda doğru fikirləri dairəyə alıram, yanlış fikirlərin üzərindən isə X çəkirəm. Yazıçının təsvir qabiliyyəti oxucu ilə əsər arasında əlaqə qurmasını təmin edə bilmir. Bunun əksi deyilir mətndə, ona görə 2 yanlışdır. Bizdən uyğun fikirləri istədiyinə görə yanlış fikir B variantında var, çıxacağıq. Yanlışı istəyir. Yanlışın altından uyğun fikir istəyirsə yanlışı tapmalıyıq biz. Mətn səsləndirilən fikirlərin ümumiləşdirilməsini özündə ehtiva etmir. Yanlış fikirdir. Yanlışın altından yanlış. Deməli, doğru olacaq. Hekayədə xalq adətindən irəli gələn hallara da yer verilib. Bəli, yer verilib, amma səndən yanlışı istədiyinə görə 4 səhv fikir olacaq. Yəni 4 doğru fikirdir, amma yanlış deyil. Ona görə götürməyəcəyik 4-ü. 4-ü götürmürüksə C gedəcək, D gedəcək. Cavab qalır A və Y arasında. 5-ə baxırıq. Hekayədəki Ağgül obrazı ilə hekayə müəllifi arasında bir bağlılıq yoxdur. Əksinə bağlılıq var. Hətta onu prototipi hesab edirik. 5 yanlışdır. Yanlış olduğuna görə doğru cavab 7. 6-ya bir daha diqqət yetirək. Hekayənin müəllifi əsəri yazarkən göz yaşlarına hakim ola bilməyib. Görək bu həqiqətən ehtimaldırmı? Mətnin baxın bu hissəsində yazılıb ki, elə düşünürəm ki, hekayəni yazmağa başlayandan son nöqtəni qoyana qədər Zemfira xanımın gözləri nəmli olub. Deməli, doğru cavabımız olacaq Y variantı. Mətnin tərkib hissələrini genişləndirə bilən nümunələrə əsasən uyğunluğu müəyyən edin. Giriş hissə, əsas hissə, nəticə hissə. Hər zaman qeyd etmişəm, yenə qeyd edirəm. Birinci abzasımız bilirik ki, giriş hissədir. Yerdə qalan bu hissədən bura qədər əsas, ən geniş hissə məhz əsas hissədə olur. Bura isə nəticə hissəmizdir. Bəzi duyğular var ki, müəllif onu çatdırmaq üçün məhz özü onu real olaraq yaşamalı, özü hadisələrin iştirakçısı olmalıdır. Bax, burada bu hissə tam düşməyib və burada var. Deyir, Ağgül Zemfira xanımın prototipidir. Yəni, o özü bu hadisələri yaşamış hesab olunur. Ona görə onu əsas hissəyə aid eləyə bilərik. A variantını. Hekayənin özünə məxsus olan axıcı təhkiyəsi onun cazibəsini daha da artırmışdı. Bəli, giriş hissədə məhz bununla bağlı fikirlər var. Burada təhkiyəsinin əzəmətindən, yazıçının təxəyyülünü, yəni yazıçının əməyinin qiymətləndirilməsi var ki, tərif var bir növ. B variantında da bu var. Ona görə girişə B yazacağıq. Nəticə hissəyə görə nə uyğundur? Gündəlik həyatda da rastlaşdığımız insanların hamısı eyni cür sıxıntılarla üzləşən fərqli ailənin fərdləridir. Bu fikri biz mətnimizdə görmürük. Ona görə C variantı olan bütün hissələri çıxırıq. Artıq cavab məlumdur. Yenə də diqqət yetirək D variantına. Məqsədə çatmaq üçün təqdim olunan fikirlər ideyanın oxucu tərəfindən dərk edilməsinə yol açmalıdır. Mətnin məqsədi məhz nəticə hissəsində verilir. Bu hissədə görürsünüz, bu mətnin yazılmasında əsas məqsəd nədir? Bu hissə qeyd olunur, hissədə qeyd olunur. Ona görə də D variantı nəticəyə uyğun gələcək. Doğru cavab məhz D variantıdır. Mətndə əvvəlində işarə qoymuş ifadələri bədii üsluba uyğun şəkildə işlədin deyir. Baxaq, qabağında üçbucaq işarəsi olan sözlər hardadır? Yazıcı bunu bacarıb. Bir də həm söhbət tapanda sevinən. Sevinən və bacarıb sözünə. Deyir ki, duyğulanmaq, duyğulandırmaq, özünə qayıdış, özünü redaktenin bir mərhələsidir. Yazıcı bunu bacarıb. Yazıcı bunun öhdəsindən gəlib yaza bilərəm.
öhdəsindən gəlmək. Sonra ikinciyə baxırıq. Qürbətdə yaşayan bir mehriban üz görəndə ana dilimizdə şirin ləhcə ilə danışan həmsöhbət tapanda sevinən, qanad açıb uçan, vəcdə gələn, məsəl üçün yaza bilərəm bura. Vəcdə gələn. Bu hissəyə də uyğun bunu yazacağıq. Sonra keçirik 7-yə. Deyir ki, altından xətt çəkilmiş ifadələrə əsasən cədvəli doldurun. Baxaq görək altından xətt çəkilmiş sözlər hansıdır burada. Sözünün qüdrəti buna çatırsa, bir də bayaq görmüşdüm Zemfira xanımın gözləri. Zemfira xanımın gözləri informativdir. Göz. Burada çatmaq. Qüdrətinin çatması informativ deyil, poetikdir. Poetik. Mən bunu informativi məsəl üçün poetikdə işlədib deyə bilərəm ki, şkafın gözü qırıldı. Şkafın gözü qırıldı. Yer balacadır deyə mən belə yazıram. Siz təbii ki, bu hissəyə poetikdirmi, informativdir yazacaqsınız. Bu cümləni bura yazacaqsınız. Sonra çatmaq. Məsəl üçün evə çatdım. Evə çatdım. Evə çatdım. 8-də deyir ki, mətnə əsasən təbliğ edilə biləcək xüsusiyyəti müəyyən edib, yazın və fikirlərinizi əsaslandırın. Mətndə təbliğ edilə bilər. Təbliğ edilə bilər. Burada soy kökə bağlılıq, vətənə bağlılıq. Məsəl üçün, başqa deyə bilərik ki, baxın, burada qeyd olunub, ailənin məhəbbət üzərində qurulması. Bu hissədə bu tipli cümlələr var. Sonra vətəninə, torpağını, ailəsini mərhəmətlə bəsləmiş, xeyirxahlıq, zəriflik mücəssəməsidir. Bu tipli fikirləri qeyd eləmək olar. Daha doğrusu yazmaq olar vətənə bağlılıq. Əsaslandırmanı isə bax buradakı cümlələrlə əlaqə yaradaraq qeyd etmək olar əsaslandırmanı. Sonra deyir, mətndə nöqtələrin yerinə məzmuna uyğun fikirlər yazmaqla cümləni tamamlayın. Qürbətdə yaşayan bir mehriban üz görəndə ana dilimizdə şirin ləhcə ilə danışan həmsöhbət tapanda sevinən Sərvər və Ağgülün ailəsi soyuducu ustası Dimanın həyat hekayətini nöqtə-nöqtə dinləyə bilməzdi. Məsəl üçün, bura yaza bilərəm. Sakit formada, quru-quru, laqeydliklə, sonra soyuqqanlılıqla yazıram. Soyuqqanlılıqla. Məsəl üçün yaza bilərəm quru-quru. Quru-quru dinləyə bilməzdi. Deyir, tünd qara hərflə verilmiş cümlədəki fikirlə ziddiyyət təşkil edən cümlə. Baxaq görək tünd qara hərflə nə yazılıb? Bugün ən önəmli məsələ milli ruhdan uzaq düşməyən, əslinə, kökünə, kimliyinə sahib duran bəşəri insan yetişdirməkdir. Bu cümlənin əksi isə, baxın, burada qeyd olunub. Onlar öz kökündən uzaq düşdükləri üçün insanlara qarşı münasibətlərində dəyişiklik olmayıb. Burada uzaq düşdükləri yox, uzaq düşmədikləri olmalıdır. Düşmədikləri. Tünd qara hərflə verilmiş cümlədəki fikirlə ziddiyyət təşkil edən cümlə. Həmin cümləni bura yazırsınız. Cümlədə işlənmiş kontekstə uyğun olmayan söz. Uzaq düşmədikləri. Düşdükləridir burada. Düşdükləri.
düşdükləri. Bura isə qeyd olunmalıdır. Həmin ifadəni əvəz edə bilən doğru ifadə düşmədikləri. Uzaq düşməməlidir də. Çünki onlar öz kökündən uzaq düşmədikləri üçün insanlara qarşı münasibətlərində dəyişiklik olmayıb. Əgər uzaq düşsəydilər, insanlara qarşı münasibətdə əlbəttə ki, dəyişiklik olardı. Doğru cavab 10-cu sualda da qeyd etdim. İnşallah ki, bu videoda sizlər üçün xeyli faydalı olar. Sağ olun.